فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə və qiyamət gününəcən onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. İlk öncə qardaşımızı və hər iki ailəni təbrik edirəm. Allah subhanahu wa ta'ala bu izdivacı, bu evliliyi xeyirli etsin. Hər iki ailəni bu izdivacların xeyir üzərində cəm etsin. Və Muhammed sallallahu aleyhi və səlləmin yeni evlənənlərə etdiyi duanı qardaşımız üçün etmək istəyirəm. Muhammed sallallahu aleyhi və səlləm Abdurrahman ibn Avf'u gördüyü zaman onun üzərində evlilik əlamətlərini görür. Evlilik əlamətlərini görür. Və onun üçün dua edir. Və həmin duada bizim üçün sünnə olaraq Rasulullahın Muhammed sallallahu aleyhi və səlləmin bizim üçün qoyduğu bir yol olaraq yeni evlənənlərə deyilən dua olaraq qalıb. Və bu dualar xeyirdir, bu dualar bərəkətdir. Çünki Allah Rasulü bizə doğrudan və gözəlindən, xeyirdən başqa bir şey göstərməyib və başqasına irşad eləməyib. Ən xeyrini göstərən, ən doğrusuna yönəldən, ən üstünlü bizə işarə edən Muhammed sallallahu aleyhi və səlləmdir. Allah Rasulü dua edir. Barakallahu ləkə və baraka aleykə və cəmə beynəkmə fi xeyr. Allah subhanahu ta'ala bu qardaşımızı da xeyirlər və bərəkətlər üzərində ailəsini cəm etsin. Xeyirləri və bərəkətləri onlara versin. Həyatlarını İslam üzərində, xeyir üzərində, özünün dini üzərində uzatsın. Onlara gözünü sevindirəcək, göz bəbəşləri olan övladlar versin. Başlarına tac qoydurulacaq övladlar, salih övladlar versin. İslam şəriəti, dinimiz, biz müsəlmanlar olaraq bizlərə yol göstərir. Bu yollardan biri insanın özünün nəfsini, cəmiyyətini, ailəsini, nəsəbini qoruma yollarıdır. Muhammed sallallahu aleyhi ve sellem cavanlar toplumuna müraciət edərək deyir ki, Ya mə'şərəş şəbəb, ey cavanlar toplumu, ey cavanlar, sizdən kim evliliyi bacarırsa evlənsin. Sizdən kim evlənməyi bacarırsa evlənsin. Və insanın tez bir yaşda evlənməsi, cavan yaşda evlənməsi, özünün, nəfsinin, zürriyyətinin, nəslinin, elinin və obasının, cəmiyyətinin, təkinin və fərdinin qorunması üçün ən gözəl yollardan biridir. Ən gözəl yollardan biridir. Və həmçinin şəriətimiz bizim üçün evliliyin yollarını qoyur. Necə evlənəcəksən? Necə ki biz dünyaya gəldikdə Allah subhanahu ta'alanın yaratdığı bir torpaqlara gəlirik. Onun üçün biz Allah subhanahu ta'alanın Rasulü ilə bizə göndərdiyi şəriətin üzərində getməliyik. Çünki Allah subhanahu ta'ala bizləri yaradıb və bizi başlı başına buraxmayır. Bizə elçilər göndərir, bizə rasullar göndərir. Hansı şeydə əməlimiz necə olacaq, onu bizə bəyan edir, onu bizə aydınlaşdırır. Və bu da Allahın bizə olan fəzilətindəndir. Bizə rasullar göndərir. Torpağa ayaq basmışların ən üstünü, ən xeyirlisi bu torpağın üzərində və bu samanın altında gəzmiş olan ən üstün rasul Muhammed sallallahu aleyhi və səlləm, Allahın Rasulü və Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm sənə elçi olaraq göndərdi. Və o sənə həyat tərzini başa saldı, necə yaşayacaqsan, necə həyatı quracaqsan, hansı şeylərin üzərində gedəcəksən, hansı şeylərdən çəkinəcəksən, necə yaşayacaqsan, necə yeyəsən və nəyi yeyəsən, necə içəsən və nəyi içəsən və necə evlənəcəksən. Allah Rasulü bizə yollar qoyur və hər biri də bizim üçün xeyirdir. Hər biri də bizim üçün xeyirdir. Böyük İslam alimi İbn Teymiyyə rahmehullah, Allah ona rəhmət etsin, deyir ki, Allahın göndərdiyi kitabı və həmçinin Rasulullahın sünnəsi heç bir zaman səhih və sağlam ağla zid gəlməz.
Əgər Allah öz kitabında bir şey indiribsə və ya Rasulü bir söz söyləyibsə, onlar sağlam ağla uyğun gələcək. Çünki hər ikisinin sahibi Allahdır. Hər ikisi Allah tərəfindəndir. İnsanın ağlını da Allah yaradır və həmçinin nəqli də, Rasulü da, kitabı da o indirir, Rasulü da o göndərir. Əgər bunlar bir-birinə zidd gələcəksə, biz naqis olanı ittiham edəcəyik. Biz ağlımızı ittiham edəcəyik. Çünki Allahın kəlmələri, Allahın kəlamları naqislik olmayan tam bir kəlmələrdir. Çünki onu aləmlərin Rəbbi olan Allah Əzzə və Cəllə, Rabbul Aləmin, aləmlərin Rəbbi olan Allah deyib, Allah danışıb və öz Rasuluna göndərir. Muhammed sallallahu aleyhi ve sellem'e indirir. Bizə çatdırsın deyə və o da bizə öyrədir. Onun üçün biz şəriəti yox, dini yox, kitabı, Quranı yox, sünnəni, Allah Rasulunun danışdığı hədisləri yox, naqis olan, çox şey dərk etməyən, müəyyən bir yerə qədər gedə bilən ağlımızı itham edəcək. Çünki Allah nöqsanlardan münəzzəhdir. Allah uzaqdır nöqsanlı olmaqdan. Onun üçün Rasulullah sallallahu aleyhi və səlləm bizə deyir ki, insanlar dünyada evləndikləri zaman, ailə qurduqları zaman, onların halı 4 şeydən kənara çıxmaz. Və insan diqqət eləsə, bu 4-ündən başqasını da tapmaz. İnsan diqqət eləsə, bu 4-ündən başqasını da tapmaz. Görəcək ki, həqiqətən də insanlar yaşadıkları həyatı boyunca, evliliklərində, ondan sonraki sürdükləri həyatlarında 4 şeyə görə evlənirlər. İnsanlardan bəziləri qadınların gözəl olmasına görə evlənir. Hər hansısa bir qadın gözəldirsə, onun üçün gözəlliyinə görə evlənmək istəyir. Lakin bax, Allah və Rasulü bizlərə bizim üçün daha xeyirli olanına yönəldir. Qalıcı olana yönəldir. Fayda gətirənə, xeyirli olana, dünya və axirətdə sənə xeyirlər verənə yönəldir. İnsanlar 4 şeyə görə evlənir. Birinci, gözəlliklərinə görə. Və bil ki, vallahi və billahi, aləmlərin Rəbbi olan Allaha and olsun ki, o qalıcı deyil. O keçəcək. Nənələrimizə bax, babalarımıza bax, yaşlılara bax. Onlar cavanlıqda gözəl olmayıbmı? Vallahi olublar. Və gözəlliklərinə görə seçiliblər. Lakin onlardan o getmədimi? Onlardan o alınmadımı? Alimlər deyir ki, insanlar üçün ayıb olan bir neçə iş var. İnsanlar üçün ayıb sayılan bir neçə iş var. Onlardan biri, ən başlıcası insanın özünə aid olmayanla fəxr etməsidir. Əgər bir insan özünə aid olmayan bir şeylə fəxr edirsə, bu onun üçün ayıbdır. Etmədiyi bir işə görə fəxr edirsə, onun sayəsində olmayan bir işə görə fəxr edirsə, bu ayıbdır. Kimsə gözəlliyinə görə fəxr etməsin. Çünki o gözəlliyi sən yaratmamısan. Onun sahibi sən deyilsən. Onun üçün gözəllik gedər və bitər. Kimsə etmədiyi bir şeyə görə fəxr eləməsin. Çünki bu ayıbdır. Sonra insanlardan bəziləri qadınların nəslinə, nəcabətinə, soylu olmasına görə evlənər. Bununla da fəxr etmək ayıbdır. Çünki o nəsli və nəcabəti sən seçməmsən, onu da Allah sənə verir. Və bizim dədə babamızla fəxr etməmiz bizi önə salmaz. Bizi irəli aparmaz. Muhammed sallallahu aleyhi və səlləm deyir ki, kimin əməli onu gecikdirmişsə, onun nəsəbi onu önə aparmaz. Onu irələtməz. İnsanın nəslində olan hansısa bir ibadət edənə, Quran hafizə, Qurana əzbər bilənə görə fəxr etməsi, bu onu önə aparmayacaq, qardaşlar. Çünki sən səndən soruşularsan, səndən sən soruşulacaq. Sənə sual verilməyəcək ki, sənin nəslində və nəcabətində namaz qılan olubmu? Bu sənə deyilməyəcək, qardaşım.
Səndən soruşulmayacaq, Quran əzbər bilən var mı? Var idi mi? Bunun nəslində olub, bunu cənnətə qoyur. Bunun sorğusu yüngül olsun, belə olmayacaq. Kimin əməli onu gecikdirmişsə, onun nəsəbi onu önə aparmaz. Və insanlardan bəziləri malına və dövlətinə görə evlənər. Qadınları malına, puluna, dövlətinə görə alarlar. Və bu da bilirsənmi nədir? İnsanın Allahdan qeyrisinə sığınması, təvəkkül etməsi, şəxslərə bağlanması. Əgər insan bilsə ki, həqiqətən mülkün tək sahibi Allahdır, mülk onun əlindədir. İnsanlardan soruş, birər-birər və tək-tək. Göyləri üzərimizdə tavan edən kimdir? Kim qaldırdı sütunsuz o göyləri? Bax göylərə, sonra yenidən o baxışı təzdən qaytar. Göylərdə bir nöqsan taparsan mı? Tapa bilən deyilsən. Gözün sənə yorulmuş halda qaydacaq. Balaca bir yer üçün, tavanı saxlanılması üçün neçə-neçə sütunlar lazımdır, qardaşlar. Olduğun yerlərə bax, divarlarına bax, sütunlarına bax. Allah bu böyüklükdə göyü bir sütunsuz qaldırır. Bir sütun tapa bilmərsən. Göyləri tavan edən kimdir? Sütunsuz qaldıran kimdir? Vallahi hər bir kəsin bir cavab olacaq. Allahdır. Yerləri ayaqlarımızın altında döşəyən kimdir? Üzərində bizim gəzməyimizə icazə verən kimdir? Hər bir kəsin bir cavab olacaq. Aləmlərin Rəbbi olan Allahdır. Göyləri tavan edən, yeri döşəyən, dağları dikən kimdir? Dənizləri qurmaz edən kimdir? Göydən yağışı endirən kimdir? Yerdən bitkini bitirən kimdir? Və səni var edən kimdir? Bir cavab olacaq, qardaşlar. O da Allah. Yerin və göyün, bütün kainatın, var olanın, duyduğun və duymadığının, bildiyin və bilmədiyinin, hər birinin, aləmlərin Rəbbi tək olan yeganə Allahdır. Mülk də onundur, mülkün tək sahibi də olur və istədiyinə verər, istədiyindən alar. Və dördüncü sinif insan var ki, Muhammed sallallahu aleyhi və səlləm deyir ki, qardaşlar, əgər sən o səbəblə evlənsən və evliliyi o səbəb üçün seçsən, qazanan sən olassan, hər iki dünyada uğur tapan sən olassan, Muhammed sallallahu aleyhi və səlləm deyir ki, evləndiyin zaman dini olanı seç, Allahı biləni seç, ona ibadət edəni seç, Allahdan başqa kiməsə ibadət olunmaz, söyləyəni seç. Niyə belə olmalıdır, qardaşlar? Nə üçün bu şəkildə qurulmalıdır? Çünki biz istəyirik ki, cəmiyyətimizi qoruyaq. Hədlər aşılmasın, pisliklər olmasın, oğurluqlar başalıb getməsin, zinalar olmasın, içkilər içilib, kiminsə həyatı qaralmasın, uyuşturucular insanların arasında paylaşdırılıb, cavanların həyatları sönməsin, yaşlıların, anaların və ataların gözləri yaşlı qalmasın. Belə bir cəmiyyət üçün, belə bir toplum üçün Allahın endirdiyi lazımdır, qardaşlar. İslam lazımdır. Çünki Allah bizi yaradan Rəbbimiz Allah Azze və Cəllədir. Və bizim üçün hansı şey daha yaxşıdır? Hansı şey həyatımız üçün daha uyğundur? Hansı şeylə biz, cəmiyyətimiz, millətimiz, cəmaatımız, toplumumuz, təkimiz və fərdimiz nə ilə islah olacaq? Onu Allah daha gözəl bilir. Allah daha gözəl bilir. Allah yaratdığını bilməzmi? Axı o lütfkardır. Axı o hər şeydən xəbərdardır. Axı o gizlində olanı da bilir, aşkarda olanı da bilir. Yerin dərinliklərində olanı da bilir. Göyün ucalıqlarında olanı da bilir. Dənizin, dəryanın dibində olanı da bilir.
Her bir şeyi o bilir. Her bir şeyi o var edir. Alimler deyirlər ki, qardaşlar, insan evlənməmişdən öncə, əgər kişidirsə, hətta övladları olmamışdan öncə, uşaqlarının onun üzərində haqları var. Sən hələ evlənməmişsən, əgər Allahın qədərində sənə övlad yazılıbsa, övladların olacaqsa, bil ki, onların sənin üzərində haqqı var. Onların hətta doğulmamışdan öncə sənin üzərində haqları var. O haqq nədir, qardaş? Sənin onlar üçün salih ana seçdiyin zaman salih ana seçməlisən onlar üçün. Onlara Rəbbin Allahdır və yalnız ona ibadət elə deyən və onu öyrədən, sənə göndərilmiş olan Rasulun Muhammeddir sallallahu aleyhi və səlləm, Allahın salamı və salatı ona olsun, deyəcək, öyrədəcək, kitabın Qurandır, deyəcək ki, onları başa salacaq, salih bir zövcə, bir qadın seçməlisən. Çünki sənin var olma səbəbin budur. Çünki sən bunun üçün varsan. Bax, ən gözəl, var olanın varlığını kim bilər? Onu var edən. Quran-ı Kərimdə Əz-Zariyat surəsi var. Əz-Zariyat surəsinin 56-cı ayəsi var. Orada Allah subhanahu ta'ala bizi nə üçün var edib, onu xəbər verir. Quran-ı Kərim dirilər kitabıdır. Quran-ı Kərim ağıl sahiblərinə göndərilmiş bir kitabdır. Quran-ı Kərim olarların, olmazların kitabıdır. Quran-ı Kərim xəstəliklərin şəfasıdır. Şeyx İbn Hüseymin böyük İslam alimimizdir. Ondan soruşurlar, Səhih Buxarını şərh etdiyi zaman tib elmi haqqında babına çatır. Və soruşurlar ki, ey şeyximiz, nə üçün Quran-ı Kərimdə tibbə aid bir surə olsun belə yoxdur? Nə üçün Quran-ı Kərimdə tibb elmi haqqında danışılmıyor? İbn Hüseymin, Allah ona rəhmət eləsin, deyir ki, çünki ehtiyac yoxdur. Quran-ı Kərim başdan ayağa şəfadır. O şəfadır, xəstəliklərin şəfasıdır. Şirkin, Allahdan qeyrisinə ibadət olunmağı aradan qaldırmağın şəfasıdır. Sağlam qəlblərin şəfasıdır. Qəlbləri sağlam etməyin, xəstəlikləri ondan çıxartmağın şəfasıdır. Bədəni sağlam etməyin, cəmiyyəti sağlam etməyin kitabıdır. Allahın yer üzərində olan qanunlarıdır. İnsanlara göndərilmiş olduğu qanunlarıdır. Olarları, olmazlarıdır. Vallahi, billahi, əgər sən Allahın kitabına uyğun yaşayarsansa, bir tək olsun belə, sənin müşkülün olmaz. Demirəm, sənə Allah Subhanahu bir xəstəlik gəlməz, gələr. Bunun şəfası yenə Allahın kitabındadır. Rasulullahın sünnəsindədir. Sən gələnin kimdən olduğunu biləsən. Onu göndərənin kim olduğunu biləsən. Və ona səbr edəsən. Və ona şükür edəsən. Bilirsənmi niyə? Sənin gedəcəyin yer bəllidir. Dönəcəyin yer bilinir. Kimə gedəsən? Kimin qarşısında durasan? Sualı sənə kim verəcək? Və səndən nə soruşacaq? Salih qadının övladına öyrətdiyi bilirsənmi nə olacaq? Bax, sənə deyiləcək, sənə veriləcək sual. Sənə deyiləcək, ilk sual bu olacaq. Mən Rabbuk. Rəbbin kimdir? Sən onu bilməlisən. Rəbbini bilən, onun əmrlərin yerinə yetirməlidir. Rəbbini tanıyan, ona ibadət eləməlidir. Və vallahi, Allahı tanıyan, Allaha qul olan, ondan başqasına qul olmaz. Allahı bilən, adamın köləliyini qəbul etməz. Bütün xeyirlər də ondandır. Bütün sənə gələn müsibətlər də ondandır. Hamısı onundur. Canı verən də odur. Canı alan da odur. Mülkü verən də odur. Mülkü alan da odur. Səni yedizdirən də odur. Sizdirən də odur. Geyindirən də odur. Sənə mülkü verən də odur. Səni əslən var edən də odur.
Quran-ı Kərimin ilk nidası bilirsənmi nədir? Birinci çağırış, birinci nida. Ya eyyuhənnəs, ey insanlar, buyur ey Rəbbimiz, ləbbeyk Allahümmə ləbbeyk. Eşidirəm ey Rəbbim, dinləyirəm. Sən danışılmış sözlərin ən gözəlini göndərdin. Qulaqların eşidə biləcəyi ən üstün sözləri söylədim. Torpağa ayaq basmışların ən üstünü gətirdi bunu mənə. Mənə söylədi. Bu kitab mənə çatsın deyə, bu nur mənə gəlsin deyə, döyülən və söylən ən xeyirli insan Muhammed sallallahu aleyhi və səlləm o çatdırdı mənə. Ayaqları qanlarla dolana qədər döyüldü də, söyüldü də, sevdiyi diyarından Məkkədən çıxardıldı da, dönüb Məkkəyə, vallahi mən səni sevirəm, yer üzərində Allaha ən sevimli yersənsən, əgər sənin əhlün məni çıxartmasaydı, mən buradan getməzdim. Elindən, obasından, diyarından, sevdiyi məmləkətindən çıxan Muhammed sallallahu aleyhi və səlləm, sən bunları biləsən deyə, sənə bunları çatdırdı. Sonra sahabələr bunu sənə öyrətdi. Sən bunları biləsən deyə, sən dərk edəsən deyə, sən Rəbbin sənə nələr deyib, qəlbivə girə biləcək, həyatı üzərində qura biləcəyin ən üstün kəlamlar Allahın kəlamlarıdır. Haqq olan, səhərsində xata olmayan, bir tək səhv olmayan, birinci hərfindən sonuncusuna qədər sadiq olan və haqq söylənən kitabdır Quran. Gedəcək yolumuzun nuru, həyatımızın rəhbəridir Quran. Və Muhammed sallallahu aleyhi ve sellemin səhih sünnəsi. Bunlar ayrılmaz. Ta havuza gələnə qədər kitaba sünnədən ayrılmaz. Nə üçün varsan? Allah söylədi sənə. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız tək mənə ibadət etsinlər deyə var etdim. Var olma səbəbim budur. Quran-ı Kərimdə ilk nida, ya eyyuhənnəs, ey insanlar çağırışdır. Allah səni çağırıb. Huzurundayam Rabbim, qulaq asıram, dinləyirəm. U'budu rabbekumullezî halaqakum. Sizi var edən, yaradan Rəbbinizə ibadət edin. Səni var olma nimətini Allah xatırlayır. Tək səni mi Allah var etdi? Səndən öncəkiləri də. Ya eyyuhənnəs u'budu rabbekumullezî halaqakum vellezîne min qablikum. Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. İbadət nə ilə olacaq? O salih qadın, uşaqların üçün seçdiyim qadın nəyi öyrədəcək? İlk verilən sualı, mən Rabbum, sənin Rəbbin kimdir? Elə bilmə ki, burada asandır, sən suala cavab verə bilirsən. Əgər sən bunun tələblərini yerinə yetirməmsənsə, sən Rəbbim Allahdır deyib ona təslim olmamsansa, Rasulullahın hər bir əziyyətə Allah üçün qatlanaraq sənə çatdırdığı şəriətini yerinə yetirməmsənsə, elə zənn eləmə ki, sən cavab verə biləsən. Rəbbim bilən, onun əmirlərini bilən. Baxırsan, vallahi ki, vallahi qardaşlar, ayıbdır. Nədir ayıb olan? Adamın 50 yaşı var, adamın 60 yaşı var, 70 yaşı var. Bir dəfə də olsun Allahın kitabını açıb oxumayıb. Bir hərfini olsun belə bilmir. Allah nə deyir, nəyi söyləyib, adam bilmir. İmtihan verəcəyi bir şey üçün günlərlə kitablarını oxuyur. Nöqtəsinə qədər hansı hərf harda qoyulub onu bilir. Axı böyük imtihan Allahın qarşısında olacaq. Dönüş onadır. Suallar orada veriləcək. Əgər sual veriləcəksə suallara cavab lazımdır. Cavab verə biləssənmi? Soruş özündən. Allaha, Allahım, bax, bunu mən sənin üçün etmişəm, ya Rabbi. Sən məni var etdin. Sən məni yarattın. Mən istəmədən belə mənə neymətlər verdin. Sən mənə gözlər verdin. Baxdım bununla.
Allah sənə iki dodaq, bir dil, danışan dil vermədimi? Eşidən qulaqlar vermədimi? Görən gözlər vermədimi? Dərk edən, düşünən qəlb vermədimi? Yəni, sənin üçün artıq ayılma vaxtı gəlmədimi? Sənin üçün dirilmək vaxtı çatmadımı? Allahın qarşısında bir dəfə də olsun, başını yerə qoyub, dizvi büküb, belvi sındırıb, Allahım sən Rəbbimsən və mən sənin qulunam, söyləməyin zamanı yetmədimi, çatmadımı? Nəyi gözləyirsən? Vallahi gözlədiyin sənə gələcək. Səndən qabaq da gözləyirdilər. Kimsə ondan qaça bilmədi. O qapıdan kimsə qaçmaz. O qapı bağlanmaz. Sonuncu insana qədər oradan keçəcək. Əgər Rasullar oradan keçdisə, canı verən onlardan canı aldısa, sən daha layiqsən o qapıdan keçməyə. Və keçəcəksən. Və qapının o birisi üzündə sənə suallar veriləcək. Mən Rabbuk. Rəbbin kimdir ey qul deyiləcək. Cavab verə bilərsənmi? Salih qadının öz uşaqlarına öyrədəcək ikinci sual bilirsənmi nədir? İkinci suala cavab bilirsənmi nədir? Dinin nədir? Dinimi bildinmi? İslam deyilən bir dini bildinmi? Əhkamlarını öyrəndinmi? Allah onu təkləşdirməyi əmr etdi. Rasulları göndərdi. Biz hər bir ümmətə Rasullar göndərdik. Hər bir dəstəyə, tayfaya, elə və obaya, insanlara, insanlığa Rasullar göndərdik, elçilər göndərdik. Yalnız və yalnız tək Allaha ibadət edin deyə və ona şərik qoşmayın. Allahdan qeyri ibadət olunanları inkar edin deyə. Əgər yaradan odursa, öldürən odursa, canı verən odursa, canı alan odursa, göydən yağışı indirən odursa, yerdən bitkini bitirən odursa, bitkiləri öldükdən sonra, torpağı öldükdən sonra dirildən, ondan insanlar üçün ruzları var edən, çıxardan və yetişdirən odursa, və vallahi ibadət olunmağa da tək layiq odur. Digərlərinin haqqı yoxdur ki, onlara ibadət olunsun. Səndən tələb olunan ilk kəlmə və sənin varlıq səbəbin, La ilahə illallah, Allahdan başqa ibadət olunmağa haqqı olan bir məbud yoxdur. Sən bu dünyada varsan ki, bunu təhqiq edəsən, bunu yerinə yetirəsən. Sənin birinci vəzifən, sənin sonuncu vəzifən. Sən doğulanda və sən öləndə, yaşayanda, nəfəs alanda, yatanda və duranda üzərə ötüşən vəzifə. La ilahə illallahın təhqiqidir. Tevhidin təhqiqidir. Ondan başqasından yardım diləməyəsən, qurban deməyəsən, nəzir etməyəsən, şəfa istəməyəsən, başqasına getməyəsən. Vallahi Allahdan istə və Allah verəcək. Əleyhissallahu bikəfin abdə. Allah soruşur ki, Allah quluna kifayət deyilmi? Allah sənə bəs etməzmi? İstədiyi verməzmi? Kimsə bunu söyləməyib, qardaşlar. Kimsə bacarmaz da söyləməyə. Udu'uni əstəcib ləkum. Mənə dua edin, istəyin və istədiyinizi verin. Kimsə bunu söyləyə bilərmi? Var olan birinci adamdan sonuncusuna qədər. Kimsə bunu söyləyə bilərmi? Kimsə bu vədin verib sonra onu tuta bilərmi? Allahdan başqa bu vədi kimsə verə bilməz. Allah deyib, sözü haqdır. İstə onunla. Sənin duaların ona çatar, o eşidər və o bilər. Allah subhanahu ta'ala eşidəndir, Allah biləndir. Qardaşlar, Allah subhanahu ta'ala gecənin zülmətində, qara qarışqanın, qara daşın üzərində, gecənin zülməti, qara qarışqa və qara daş, onun üzərində atdığı addımların səsini eşidir də və onu görür də. Onun halını bilir də. Bəs sən Allahın qabağında belvi büksün, dizvi yerə qoysun, başı onun qabağında alçaqsın. Ey Rəbbim, kasıbam, zəngin et, xəstəyəm, şəfa ver, məğlubam, zəfər ver, desən sənə verməzmi?
Vallahi verər. İstədinmi? Vallahi rahatlığı tapmaq istəyirsənmi? Allaha tövhidlə ibadət elə, tək. Allahı təkləşdir. Sonra onun səndən tələb elədiyi namazda onun qabağında çök. Vallahi qardaşlar, bunu dadanlar bilir. Allaha qul olan kiməsə qul olmaz. Allahın qabağında əyilən baş kiminsə qabağında əyilməz. Nə malın qabağında, nə pulun qabağında, nə işin qabağında, heç bir şeyin qabağında qardaşlar. Azad olmaq mı istəyirsən? Allaha qul ol. Çünki biləsən ki, gücün və qüvvətin tək yeganə sahibi odur. La havlə və la quvvətə illə billah. Güc də qüvvət də yalnız Allahındır. Güc də qüvvət də yalnız Allahındır. Vallahi, ibadətlərdə olan, Allahı xatırlamaqda olan ləzzətləri sən duysun və sən dadson. Vallahi o ləzzətlərdən çıxmaq istəmərsən. Bizdən öncəki alimlərimiz, sələf alimlərimiz, sələflərimiz, bizdən öncə yaşayanlar deyirlər ki, vallahi deyir, əgər zənginlər və varlılar, malı dövləti olanlar, xoşbəxtliklərini malda, pulda, evdə, ovlatla, uşaqda, minikdə tapanlar, əgər bizim içərisində olduğumuz ləzzətləri bilsəydilər, bizim içərisində olduğumuz ləzzətləri duysaydılar, bizi məscidlərdən, ibadət elədiyimiz yerlərdən qılınclarla qovardılar. Özləri və övladlarını ora daxil edər. Orada oturub o ləzzətləri almaq istəyərlər. Bilirsən o nəyin rahatlığıdır? Vallahi, namazda və səcdədə Allahım Rəbbim sənsən, sən üstünsən, mən aşağıyam, sən ağasan, mən qulam, sən zənginsən, mən fağıram deyəcəyin yerdə alacağın ən gözəl ləzzət, bədənivin və ruhuvun rahat olacağı bir yer. Bilirsənmi niyə bu belədir? Bilirsənmi niyə? İnsanın bədəni iki şeydən ibarətdir. Bir, gördüyün cisim, maddə. İkinci, ruh. İnsan ilk yaradılışı torpaqdandır, qardaşlar. İlk yaradılışı torpaqdandır. Onun üçün, onun rahatlığını da, bədənin rahatlığını torpaqdan olanlarla tapır. Yeməklərlə, önümüzdə olan, süfrədə olan yeməklərlə və içməklərlə tapır. Lakin görürsən, insan ruhunun qidasını bilməyən və onu tapmayan bir insan daim narahat olur. Bilirsənmi, niyə ən çox zəngin olmaq istəyir? Bilirsənmi, niyə istəyir ki, malı dövləti çox olsun, minikləri çox olsun? Çünki rahatlığını tapa bilmir. Elə bilir ki, rahatlıq malla, pulla olur. Və baxson sən, Avropa ölkələrinə və digərlərinə ən çox intihar onlarda olur və ən çox intiharı elən ən zənginlərdir, qardaşlar. Bilirsənmi niyə? Malın da, dövlətin də, qadının da, varının da, yoxunun da, nəyi varsa dünyada olan bədənin bütün rahatlığını dadır. Amma qəlbi rahat ola bilmir. Bilirsənmi niyə? Allahı tapa bilməyir. Allaha ibadəti bilməyir. O ləzzəti görə bilməyir. Ruhun rahatlata bilməyir. Sakitləşdirə bilməyir. Bax, dedi ki, bədənin rahatlığı insan hardandırsa və hara qaydacaqsa, orada olanlarladır. Ruhun rahatlığı isə ruh Allah qatındandır. Və Allahla da rahat olmalıdır, qardaşlar. Hardansa orayla rahat olmalıdır. Allah Quran-ı Kərimdə buyurmadı mı ki? Ələ bilikrillahi tətməinnul qulub. Qəlblərin rahatlıq tapması Allahı yad etməklə deyilmi? Qəlblər Allahı yad etməklə rahatlıq tapmaz mı? Allah soruşur. Bəli, ey Rəbbimiz, səni xatırlamaqladır rahatlığımız. Varlığımızın səbəbi sənə ibadətdir, səni təkləşdirməkdir. Dininə görə seçdiyin uşağına ikinci öyrədəcəyi. Dinin nədir? Veriləcək suala cavab lazımdır. Sonra səndən o qadının öz uşaqlarına öyrənəcəyi. Sizə göndərilmiş o kişi kimdir? Muhammed sallallahu aleyhi və səlləm öyrədəcək. Onun həyatını öyrədəcək. Nə üçün gəlmişdir?
Nəyi çatdırırdı? Nəyə əziyyət çəkirdi? Nəyə olduğu yerdən qovulurdu? Niyə diyarından çıxardılırdı? Onu insanlara başa salacaq və sən onu öyrənəcəksən və sən onu biləcəksən və bu şəkildə də həyatı quracaqsan. Bu zaman qazanan sən olasan. Bu zaman qazanan sən olasan. Və həmçinin uşaqların, qadının da üzərində haqları var. O uşaqlar doğulmamışdan əvvəl. Öz uşaqları üçün salih ata seçsin. Öz uşaqları üçün salih ata seçsin. Muhammed sallallahu aleyhi ve sellem bizə ən gözəl yolu göstərib, qardaşlar. Allahın Resulü Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İzə ətəkum mən tərdavna dinəhu, sizə dinindən razı qaldığınız bir kəs gəldiyi zaman və xuluqahu, və əxlaqından, tərbiyəsindən razı qaldığınız bir kəs gəldiyi zaman fəzəvvucu, onları evləndirin, geri çevirməyin, malları olmasa belə, pulları olmasa belə, kasıb olsalar belə, əgər onlarda bir şey olacaqsa Allah Resulü, Allah və Resulü olarsa, ən zəngin onlar olacaq, ən varlısı onlar olacaq. Sahabələrin evində saxladığı və zənginliklərini duyduğu Allah və Resulü evlərində olacaq. Uşaqları salih böyüyəcək. Və onlar biləcək, ruzunu verən Allahdır, zəngin edən Allahdır. Və onlar mülkü kimdən istəyəcəklərini biləcəklər. Bilirsənmi, məsələ hansı yerdədir? Bax, insanları müqayisə elə. Mən sənə deyim və sən düşün. Bir insandan bir şey istəyirsənsə, qardaş, təəmmül elə. Bütün insanların halı belədir. Bir insandan bir şey istəyirsənsə, o sənə istədiyi verirsə, bu sənə minnətdir. Vaxt olacaq, sənə minnət eləyəcək. Onu mən verdim sənə deyəcək. Mənim pulumla minik aldım deyəcək. Evli tikdin deyəcək. Səni mən evləndirdim söyləyəcək. Dili ilə deməsə belə, baxışı ilə vuracaq səni. İnsanlardan bir şey istəyirsənsə, sənə verirsə, bu minnət olacaq. Sən insanlardan bir şey istəyirsən, onu sənə vermirsə, bu zillət olacaq. Alçaldacaq səni, zillətdir. İnsan rəzil olacaq. Getmirsən qapısına, istəyirsən və vermir, qovur səni. Amma Allahla belədirmi? Əgər sən Allah subhanahu ta'adan istəyirsən, onu sənə verirsə, bu neymətdir. Allahın neymətidir. Bu Allahdan neymətdir. Allahdan istəyirsən, onu sənə vermirsə, bu hikmətdir, qardaşlar. Allah bilir nəyi nə üçün sənə vermir. Bu Allahın böyük hikmətidir. Allah elədiyindən soruşulmaz. Sən soruşulasan, Rəbbin kimdir deyiləcək sənə. Dinin nədir? Soruşulacaq səndən. Rasulun kimdir? Soruşulacaq səndən. Rasul nələri gətirdi sənə? Nələri öyrətdi sənə? Deyiləcək sənə. Onun üçün varlıq səbəbin kimsə heç bir zaman unutmamalıdır. Ən azından insan bir dəfə də olsun soruşmalıdır. Mən bu dünyada nə üçün varam? Mən yeməyimi gəldim. Mən içməyimi gəldim. Mən oğul uşaq sahibi olmağımı gəldim. Yəni mənim var olmağımda səbəb bulardı mı? Nə aşağı olan bir səbəb. Sən özünü bu dərəcədə mi görürsən? Yemək üçün mü yarandın sən? Vallahi yox. Ən ali, ən üstün bir məqsədə görə Allah var etdi səni. Allah bir şeyi boşu-boşundan etməz. Allah münəzzəhdir neysə boşu-boşundan etməkdən. Allah münəzzəhdir neysə boşundan etməkdən. Onun üçün bizim sözümüz budur. Rabbənə mə xalaqtə həzə batilə. Ey Rəbbimiz, sən bunu batil yerə boşu-boşundan yaratmamısan. Subhanək, sən nöqsanlardan uzaqsan. Bu sənə yaraşmaz da. Sən bunu etməzsən. Demək, sənin var olma səbəbin üstündür. Allah buyurdu ki, qardaşlar, kim var olma səbəbin biləsə, bu Allaha qulluğu qəbul edəsə, yer üzərinin xəlifəsi odur. Allah buyurdu ki, وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَ Rəbbim mələklərə dedi ki, İnni cəilun fil ardı xalifə. Mən yer üzərində xəlifə var edəcəm. Xəlifə yaradacam.
sənin xilafətin, xəlifə olmağın, sənin üstün olub başçı olmağın Allaha ibadət etməyinlə bilinəcək. Allaha ibadət etməyinlə bilinəcək. Sonda yenə də qardaşımızı təbrik edirəm. Allah Subhanahu taala bu evliliyi, bu izdivacı xeyirli etsin. Onları xeyir üzərində cəm etsin. Bütün xeyirləri onlara versin. Göz bəbəşləri olan, onları sevindirən, gözlərinin nuru olan salih övladlar versin Allah Subhanahu taala onlara. Subay olan qardaşlarımızla Allah Subhanahu taala evləndirsin. Və sallallahu aleyhi və nebiyyina Muhammed və alə alihi və sahbihi.